Salam. Azərbaycanın başının üstündə yenə təhlükəli qara buludlar dolaşır. Ölkəni müharibəyə sürükləmək istəyirlər. Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun nüfuz dairəsində olan media resursları xəbər yayırlar ki, bəs apreldə müharibə olacaqdır. Çox təhlükəli oyunlar gedir. İlham Əliyev bunları görmürsə, onda nə deyim mən? Bəzən Əliyev haqqında danışarkən sərt ritorikalardan istifadə edirəm. Doğrudur. Bu o zaman baş verir ki, Əliyev anlamaq istəmir. Onu sirkələmək məcburiyyətində qalıram. O qədər ağılsızdır ki, burnunun ucunda olanları özünün təyin etdiyi Xarici Kəşfiyyat Xidmətinin rəhbəri General Orxan Sultanovun etdiyi əməlləri görmür, Rusiyanın sifarişi ilə. Dəyərli dostlar, xahiş edirəm ki, videonu sona qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin və Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən xəbərdar olasınız. Söhbət nədən gedir? Nəyə görə apreldə müharibə başlaya bilər xəbərini General Orxan Sultanov yaydırır. Bəs harda yaydırır? Təbii ki, Rusiyanın sifarişi ilə. Azərbaycanda bildiyiniz kimi güc strukturlarının rəhbərlərini Putin təyin edir. İstər Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, istər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, istər Baş Prokuror, istər Daxili İşlər Naziri. İlham Əliyev öz başına qərarlar verə bilmir. Təəssüf ki, bu vəzifələrə təyinatla bağlı. Deməli, Azərbaycanın artıq televiziyalarında da və hökumətə yaxın saytlarında da bu xəbəri yayırlar. Kim yayır? Deməli, Orxan Sultanovun nüfuz dairəsində olan Qlobal Media qrupun tərkibindəki Kalibr AZ saytı güya belə bir reportaj hazırlayıb ki, apreldə müharibə olacaqdır. Və bu müharibəyə güya Ermənistan başlamaq istəyir və hazırlıqlar görür. Tamamilə yalandır. Bütün bunlara inanmayın. Yalanları nəyə görə yayırlar? Qulaq asın, dəyərli dostlar. Və Kalibr AZ saytına istinad edərək digər saytlar, hətta Azərbaycanın bəzi televiziyaları, onlardan da biri qarşıma çıxdı, ATV televiziyasıdır. Qulaq asın, dəyərli dostlar, söhbət nədən gedir? Ermənistan dünya ictimaiyyətinə özünü sülh göyərçini kimi təqdim etməyə çalışmasına baxmayaraq Azərbaycanla yeni müharibəyə hazırlaşır. Özü də çox fəal şəkildə. Bu barədə Kalibr AZ saytı xəbər yayıb. Qeyd edilir ki, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlaşdığını daha heç gizlətmir də. Məsələn, dəyərli dostlar, deməli, Kalibr AZ saytı dediyim kimi Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun nüfuzundadır. Xəbərləri onlar verir, maliyyəsini də Qlobal Media qrupa maliyyəni də məhz bu qaranlıq şəbəkə ödəyir. Azərbaycanın dövlət büdcəsindən də ora maliyyə ayrılmır. O medianın inkişaf agentliyi də bu media şəbəkəsinə, bu Orxan Sultanovun tabeliyində olan media şəbəkəsinə Azərbaycan hökuməti də pul ayırmır. Ayırırsa da çox cüzi bir şey. Tula payı. Yəni onunla bu saytlar, bu televiziyalar bəslənə bilməz. Türkiyədə Haber Global kimi böyük bir televiziyanı belə bax bu şəbəkə ödəyir. Onların televiziyasıdır. Demək istədiyim odur ki, Əliyevi, Azərbaycan hakimiyyətini və Azərbaycan dövlətini məcbur edirlər, etmək istəyirlər ki, Azərbaycan özü müharibəyə başlasın. Başa düşürsünüz, Ermənistanın müharibə etmək fikri yoxdur. Yalanlar, xəbərlər yayırlar ki, Ermənistan müharibəyə hazırlaşır. Və bunu etməklə də Azərbaycan hökumətinə Putin, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin generalları vasitəsilə, onların sözü dili olan media resursları vasitəsilə təsir edir, təhrik edir ki, müharibəyə başlasın. Sona qədər qulaq asın dostlar bunu. ötən həftə hökumətin iclasında elan olunub ki, Ermənistanda aprelin 1-dən iyunun 13-nə dək ehtiyatda olan hərbçilərin növbəti təlimi keçiriləcək. Diqqət edin. Bu normal bir şeydir. Azərbaycanda da tez-tez təlimlər keçirilir. Ermənistanda da tez-tez təlimlər keçirilir. Bu video çıxışı etməkdə, həyəcan təbili çalmaqda məqsədim odur ki, Azərbaycan xalqı gözünüz açılsın, İlham Əliyev, məhz sənin də gözün açılsın. Görmürsən ki, Rusiyanın tapşırığını yerinə yetirir.
Orxan Sultanov, hə? Mən bilirəm ki, İlham Əliyevin özünün marağında deyil Ermənistanla müharibə etmək, amma Rusiya ilə artıq Ukrayna arasında savaş bitmək üzrədirsə və qarşıda aprel ayında da bu savaş bitəcəksə, Rusiyanın əli qolu açılacaq ki, Ermənistanda savaşı yaratsın Azərbaycanın əli ilə. Çünki Ermənistanla Rusiya arasında quru sərhəd yoxdur, birbaşa ora hücum təşkil edə bilmir və bunu Azərbaycan əskərinin əli ilə etməyə çalışır. Əliyev, sən körsanmı bunları görmürsən? Görürsən. Bilirəm ki, görürsən sadəcə Putinin əlinin altında. Sən də bir oyuncağa çevrilmişsən, özündə cəsarət tap, hünər tap, qətiyyətli mövqe nümayiş etdir. Ən birinci mövqeyin sənin Orxan Sultanovu o vəzifədən rədd etməkdir ki, ayağının altını, Azərbaycan xalqının, dövlətinin ayağının altını qazan bu generallar, bu satqınlar rədd olub çıxıb getsin. Qulağından tutulub qoduqluğa basılmalıdır bunlar. Bunlara sən vəzifə verib general edirsən. Qulaq asın, görün, bax, Orxan Sultanovun xəbər agentlikləri nə provokasiya ilə məşğuldur. Təlim, məşq, toplanışı standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir. Rekord müddət. 10 həftə davam edəcək. Kaliberazın redaksiyasına mötəbər mənbələrdən həmçinin məlumat daxil olub ki, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Toplanmış faktlar və məlumatlar sərhəddə aqressiv hərəkətlərə və təxribatlara hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsinin yaxınlaşdığını göstərir. Bu anda keçinin ölümü gələndə məsələ yada düşür. Bu Kaliber Az saytına istinad edirlər. 100%'lik bu məlumatdır ki, Kaliber Az saytı, bu sayt, Oxu Az saytı, eyni zamanda Baku TV, Türkiyədə yayımlanan Qlobal Haber televiziyası büdcələri 10 milyonlarla dollar olan illik büdcəsindən söhbət gedir. Bu agentliyin pulu mənbəyi hardandır? Qaranlıq şəbəkə, həmçinin İlham Əliyevlə bu günlərdə görüşən, güya Azərbaycana Messini, Barcelona futbol klubunun rəhbərini gətirib İlham Əliyevlə görüşdürən, özü də görüşən Adnan Əhmədzadə və İlham Əliyevin yanında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisinin müavini təzə təyin edilmiş Fərid Əskərov, bütün bunlar bir şəbəkədirlər. Mən həmişə təsadüfdən demirəm ki, Əliyevi artıq Paşayevlər, Altay Həsənovun rəhbərliyi ilə, xaç atası olmasıyla həndəvərində fırlanan və onu sanki bir gürova çevirən bu şəbəkə indi Azərbaycanı müharibəyə təhrik eləyir. Zəngəzur məsələləri ilə. Bu Zəngəzur söhbətləri yatmışdı. Hətta prezidentin köməkçisi Hikmət Hacıyev də çıxışında bildirmişdir ki, artıq bizim üçün əsas məsələ Zəngəzur məsələsi deyil, bizim gündəliyimizdən çıxıbdır. İndi Rusiya ilə Ukrayna arasında müharibənin bitmə ərəfəsidir. Dünən Səudiyyə Ərəbistanında Amerika Birləşmiş Ştatları və Ukrayna rəsmiləri arasında görüş baş tutdu və bir aylıq Ukrayna ilə Rusiya arasında atəşkəsin bağlanması məsələsi müzakirə olundu və çox yaxındır. Əslində bir aylıq atəşkəs olsa, demək olar ki, ondan sonra da atəşkəs bir ayı artacaqdır, davamlı olacaqdır və Rusiyanın öz qonşuluğunda, ətrafında keçmiş Sovet dövlətlərindəki nüfuzunu yenidən bərpa etmək və Ermənistanda Paşinyan hakimiyyətini dəyişmək üçün real addımlar atmaq planı məhz yenə gündəmə gələcəkdir. Dəfələrlə sərhəddə Azərbaycan və Ermənistan hərbiçiləri arasında döyüşlər baş verdi. Azərbaycan hərbiçiləri şəhid oldu. Lakin diqqət edirsinizmi? Rusiya ilə Ukrayna müharibəsi başlayandan son 1-2 ildə Azərbaycanla Ermənistan sərhədində bu döyüşlər getmir. Çünki Rusiya özünün başını qaçışdırıbdır Ukraynalı müharibəyə. İndi orada müharibə bitirsə, atəşkəs elan olunacaqsa, Putin, Rusiya imperializmi öz niyyətindən heç zaman bir gün belə o tərəfə qalsın, vaz keçmir, həmişə planındadır. Və bu planı da həyata keçirmək üçün
bu dəfə Paşinyanı yıxmaq üçün, çünki Paşinyan Qərblə, NATO ilə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı ilə çox yaxınlaşıbdır. Onun yaxınlaşması artıq Ermənistanın Rusiyanın əlindən çıxması deməkdir və Əliyevə təsir eləyir. Mən keçənlərdə jurnalist Sevinç Osmanqızı ilə olan bir müsahibədə danışmışdım, dəyərli dostlar. Qulaq asın ki, Zəngəzur məsələsini əslində həyata keçirmək, hərbi yolla həyata keçirmək İlham Əliyevin özünə də sərf etmir. Heç istəməz o. Lakin məcbur olur. Qulaq asın, dəyərli dostlar, məcbur olur və versiyanı səsləndirin. Bunu erməni mətbuatı iddia edir ki, əslində xahiş edirəm sonuna qədər qulaq asın. Mən nəyi nəzərdə tutulmuşdum? Sevinç xanıma nələr danışmışdım? Ki, Zəngəzur məsələsi əslində İlham Əliyevə, yəni Ermənistana hərbi yolla deməli, müharibə başlatmaq İlham Əliyevin özünə sərf eləmir. Sadəcə olaraq orada özünü bu müharibəni başladar kimi göstərmək istəyir. İndi Rusiya Orxan Sultanovun vasitəsilə Azərbaycanda olan o kəşfiyyatın başı, cəsus şəbəkəsinin başlarından biri olan generalın vasitəsilə İlham Əliyevin özünə təzyiq göstərir ki, müharibəyə başla. Çünki Ermənistan başlamaq istəyir, gəl bunu qabaqla. Başa düşürsünüz, bu incə məqamı başa düşmək lazımdır. İlham Əliyev isə vurub doğağlının o başı boşluğuna bunu başa düşmək istəmir. Ən birinci başa düşməlidir ki, general Satqın Orxan Sultanov kimilərini vəzifədən azad etməlidir. Qulaq asın, dəyərli dostlar. Əliyevlə Putin arasında bir gərginlik olmayıb. Onlar sadəcə olaraq Zəngəzur əməliyyatına hazırlaşırlar ki, Əliyev Zəngəzur əməliyyatına başlayanda ermənilərin Rusiyadan umacağı olmasın. Onlar desinlər ki, onsuz da görürsünüzmü, Azərbaycanla Rusiyanın əlaqələri dəyib. Ona görə də biz Rusiyadan heç bir dəstək gözləməməliyik və faktiki olaraq güya buna hesablanıb ki, bax görürsünüzmü ki, onlar Azərbaycan, Rusiya bir-birini qırır. Yəni bu arada artıq Rusiyanın əməliyyatı dayandırmaq kimi bir lüksü yoxdur. Əslində mən düşünürəm ki, hardasa bu da həqiqət olmuş ola bilər ki, yəni biz də açığı, mən bir anda olsun inanmadım ki, bu qarşıdurma həqiqətən də gerçəkdir, yaxud ciddidir və s. Amma digər tərəfdən də məsələn erməni mətbuatı həm də bu antiterror əməliyyatını da Zəngəzura hazırlıq kimi görür ki, səfərbər olmaq, yəni 7, 8, 9 bölgədə, güya ki bu bölgələrdə elə Zəngəzur bölgəsini xatırladır və s. landşaft baxımından. Bilmirəm. Hər halda unutmayaq ki, bu da bu erməni mətbuatının düşüncələrdir. Mən bilmirəm, orada danışan qorxudurmu, panikadırmı? Çünki açığı biz sülh prosesində belə demək mümkünsə dayanıb, yəni dalana dirənib, artıq heç danışmaq da yoxdur. Ki verdik, nəsə cavab gəlsin və s. Bilmirəm, buna əlavəniz varsa, buyurun. Mən ümumiyyətlə Əliyev hakimiyyəti. Dəyərli dostlar, bir məsələni yaddan çıxmamış mən deyib, dünən Türkiyənin demək olar ki, əksər jurnalistləri hamısı bir şəkildə, yəni toplu halında Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibə almaq üçün İrəvana gəlmişdir. Demək olar ki, belə yəni obrazlı şəkildə desək, Türkiyədə jurnalist qalmamışdır. Hamısı gəlmişdi İrəvana və Paşinyanla müsahibə alırdı. Yəni bu o deməkdir ki, Ermənistanla Türkiyə arasında da yaxınlaşma var. Erdoğan, yəni bu hakimiyyət, Türkiyə hökuməti öz jurnalistlərinin 1-2 deyil, onlarla jurnalist Paşinyanın ətrafında toplaşıb ona suallar verirlər. Paşinyan müsahibə verir onlara və Paşinyanın Türkiyə səfəri, Türkiyə rəsmilərinin Ermənistan səfəri, bunları qeyd etməkdən məqsədim odur ki, İlham Əliyev əgər müharibəyə başlamış olarsa,
Azərbaycan xalqının balalarını qırdırmaqla yanaşı daha çox qırdıracaqdır. Çünki bu dəfə Türkiyə yanımızda olmaya bilər, olmayacaq mən deyərəm ki. Olmayacaq. Çünki Əliyevin oyunlarını anlayır, Qarabağ işğaldan azad olundu, Türkiyə də haqlı olaraq Azərbaycanın yanında oldu. Amma bu dəfə əgər Əliyev başqa bir dövlətin, şimal qonşumuzun təzyiqi ilə, istəyi ilə müharibə başladarsa, bu Türkiyə bizdən uzaqda olacaqdır. Bunu Əliyev başına, o boş başına yerləşdirmiş olsun. Mən keçənlərdə ümumiyyətlə Əliyevin müharibə başlayacağını ehtimal etmirdim. Daha doğrusu edərdi. Amma marağında deyil və Sevinc Osmanqızıya verdiyim müsahibədə də bunu bildirdim. Sadəcə Azərbaycan hökuməti belə pafoslu çıxışlar edir ki, Avropa İttifaqının müşahidə missiyası gəlir Ermənistanla Azərbaycan sərhəddini yoxlayır və s. Biz buna dözə bilmərik və s. kimi çıxışlar edir Rusiyayın əlinə bir bəhanə verməmək üçün. Argument səsləndirir ki, bax, mən də istəyirəm Zəngəzurda müharibə başladam, amma Avropa İttifaqının müşahidə missiyası gəlir, orada yoxlamalar aparır, tərəddüd edirəm, ona görə müharibəni başlada bilmirəm, amma Avropa İttifaqının müşahidə missiyasına qarşı çıxışlarımı edirəm, təzyiqimi göstərirəm və s. Qulaq asın dostlar, bu müsahibəyə Rusiya hakimiyyəti Putin arasında bu son gərginliyi Zəngəzurla bağlı hesab etməzdim. Az ehtimal hesab edirəm bunu. Bu Zəngəzur məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinin demək Ermənistana Zəngəzur əməliyyatları həyata keçirmək, yəni bunu mən çox da baş verə biləcək şey qəbul etmirəm. Bu bir oyundur. Yəni Azərbaycan hakimiyyəti Əliyev şəxsən özü və hakimiyyəti istəmir və bilir ki, bu çox böyük baş ağrısı gətirə biləcək bir şeydir. Ermənistana, yəni hazır ki, onun ərazisinə hücum təşkil etsin. Bunu Əliyev özü də istəmir. Mən düşünmürəm ki, o istəyir. O sadəcə Putinin təzyiqləri var ona və bu da sadəcə olaraq Putinə Azərbaycan hakimiyyəti Əliyev konkret cavab verməyib ki, biz Zəngəzura lazım olsa qoşun yeridərik, bu əməliyyatları orada başladarıq, bu yəni istisna edilməyibdir. Yəni rədd cavabı verməyib Putinə qarşı. Açıq olan bir məsələdir Əliyev. Əliyev sadəcə olaraq bəzi səbəbləri göstərir Putinə qarşı ki, bu böyük bir Azərbaycana qarşı böyük təhlükə olacaqdır. Azərbaycan nəzərə alsaq ki, Ermənistan və Azərbaycan sərhəddə arasında Avropa İttifaqı müşahidə missiyası var və bu günlərdə açıqlama verdilər ki, biz məhz hansı Avropa İttifaqının sərhəddəki müşahidə missiyası hansı hərəkət edirsə, hara gedirsə, getməmişdən öncə Azərbaycan hakimiyyətinə məlumat verir, informasiya verir, biz xəbərsiz getmirik, baxmayaraq ki, Ermənistan ərazisindən gedir. Və bu Əliyevin özünə də bu əslində Avropa İttifaqının sərhəddəki müşahidə missiyası sərf eləyir. Çünki Putinə cavab verməyə gələndə, yəni bir əlində argument olsun ki, bax o sərhəddə Avropa İttifaqının müşahidə missiyası var. Mən orada əməliyyatlar keçirə bilmərəm. Yəni bu fırlanan bir oyun kimi bunu deyərdim. Yəni hər kəsə sərf eləyir. Avropa İttifaqına da, Ermənistana da, Azərbaycan hakimiyyətinə də bir Putinə sərf eləmir bu Avropa İttifaqının məsəl üçün sərhəddə müşahidə missiyasının olması. Dəyərli dostlar, məsələnin mövzunu, məzini anladınızmı? Yəni Putin Ukraynala müharibəni bitirmək ərəfəsində və bütün bunları da Putinin özü də anlayır ki, Əliyev oyun oynayır ki, özü istəmir müharibəyə başlamaq və Avropa İttifaqının sərhəddəki müşahidə missiyasının hərəkətlərini Əliyev bəhanə gətirir. Bu bəhanə artıq yol verilməzdir. Əliyev müharibəyə başlamalıdır və tapşırıq verir öz qulu olan Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanova ki, sən İlham Əliyevi tətiklə, özünün nüfuzundakı Kaliber Az saytı ilə tətiklə ki, Ermənistan müharibəyə başlayır. Sən müharibəyə başla, İlham Əliyev. Və görək indi Əliyevin
qətiyyəti nə qədər olacaqdır? Sözün açığı, artıq mən bilmirəm, Azərbaycan ictimaiyyətinə də bəlli deyil ki, son yanvar-fevral ayında Putinlə Əliyev arasında nələr baş verdisə, Əliyev susdu. Əliyev sındı. Nə oldu bəs? Azalın təyyarəsinin vurmasına görə Rusiya cavab verməlidir, təzminat ödəməlidir. Harada qaldı o ritorikan, o qətiyyətli, dırnaqarası qətiyyətli çıxışın? Çünki mən həmən vaxtı Əliyevin qətiyyətli çıxış etdiyini dilə gətirdim, etiraf etdim. Bax, sənin ən radikal rəqibin, alternativ rəqibin, barışmaz mövqe nümayiş etdirən Tural Sadıqlı səni qətiyyətli çıxış etdiyini bildirdi. Amma sən o qətiyyətini sona qədər davam etdirə bilmədin. Nələrsə baş verdi, Putin səni sındırdı yenə. Azalın təyyarəsinin vurulmasına görə təzminat mı ödəndi Azərbaycana? Xeyr. Qara qutu açıldı mı? Bəs niyə bu məsələ bağlandı? Sustun, getdin, həm sən sustun, həm sənin saytların, xəbər agentliklərin, deputatların, hökumət nümayəndələrin sustular bir dəfəli. Bu məsələ bağlandı, getdi. Yanvarda, fevralda nələrsə baş verdisə, tutdu Putin Əliyevin yaxasından, boğazından, dedi, boğaram səni. Sus, bir dəfə əyil. Nəsə göstərdi. Nəsə göstərdi. Və məhz elə həmin ərəfədə FSB Akademiyasının məzunu Rusiya xüsusi xidmət orqanına əvəzsiz xidmətlər göstərmiş, bağlı olan polkovnik Fərid Əsgərov gəlib oldu prezidentin Əliyevin təhlükəsizlik xidmətinin rəis müavini. Nə oldu? Əli qolu daha da açıldı Orxan Sultanovun, Rus kəşfiyyat şəbəkəsinin üzvlərinin. Nə oldu? Əliyev bir dəfəlikmi itirdi səni Azərbaycan dövləti? Həqiqətən Azərbaycanı Rusiyanın bir quberniyasına mı artıq çevirmiş oldun sən? Bir dəfəlik, yəni 1% belə, 1%, 0,1% belə istisnasız. Dəyərli dostlar, təhlükəli oyun gedir. Dövlətimizin başını qara buludlar alır. Ermənistan müharibəyə hazırlaşmır. Onun istəyi, niyyəti, fikri yoxdur. Amma Azərbaycanı müharibəyə bax belə xəbərlərlə sürükləmək istəyirlər. Mən hər şeyi açıq, aydın nöqtəsinə kimi izah etdim. Əgər qeyrət varsa, vətən qeyrəti. Əliyev və onun yaxınında bir-iki nəfər varsa, onlarda da vətən qeyrəti varsa, Əliyevi başa salar. Hikmət Hacıyev, sən də o şəbəkənin üzvü deyilsənsə, prezidentin Əliyevə bu oyunları başa sal. Bu xəbər oyunlarını başa sal. Hələ bu qədər.